Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Aprel ayının 18-də elə gözəl məkandayam ki, hər tərəfim yaşıllıq, lalələr də yağınlığa görə bütün düzlər dolu. Son dəfə 2002-ci ildə belə lalə görmüşdü Naxçıvan çölləri. Lalədir, çoban yastığıdır, sarı çiçəklər var. Onların adını tanımıram. Lalələr artıq toxumlamaq üzrədir. Ordubad ətrafında Əlisə gedən yolun yaxınlığındayım. Təpələrin ətəyi tam görsənmir, bəlkə orada lalə olmuyor. Yola yaxın yerinə baxsa əkilmiş yer yumuşaq olub. Tamam laləlikdir. Yolun o tərəfi, bu tərəfi. Kesim yolun o bir tərəfinə də baş çəkim. Nəhayətçi göy canavarımız da şəhərə yendi. Yuyuldu, təmizləndi. Səni doyunca benzin görüb. Bugün şənbə günündən istifadə edib rayona yendim ki, bəzi almalı şeylər var. Şabanın bir filmi var, hər kəs Allahdır. Kimə yaxınlaşdım Allahdır, tanıdığım adamlar Allahdır. Zəh vurub gəlmişəm kəpək götürün. Mənə kəpək söz verən adam gələm ki, ucuz qiymətinə bazardan alıb, elə orada da 8 kisə verdi mənə. Söz demədim, qoy olsun 5-6 manat mənim ziyanım. Tanıdığım adamın dükkanına girib alış-veriş eləmişəm. ƏDV-sini vermir, gizlədir, deyir biz ƏDV vermirik. Əlindən qəbzi göstərmişəm ki, bu ƏDV-dir. O iki. Soğan satana yaxınlaşmışam. Xarab olmuş soğanlardan bir iki səbətliyib, ucuz qiymətə verirəm. Bu da üç. Kətçimiz Əzzət arvası varıymış, deyirmiş ki, Peyğəmbərlə yoldaş oldum. O da bir cadımı yedi. Güzellik yollardır bunlar. Burada hələ azdır, bəzi yerlər var ki, pişməli olur. Göz işlədikcə hər tərəf laləlikdir. Gözəmiyyə ağaçlar əkilibdir. Tut ağacına oxşuyur, ancaq dekorativ də ola bilər. Bir-birinə yaxın, hamısının gövdəsi zərər vericilərə qarşı rənglənib, əhənglənib. Qıraş yerdir, torpağı da eşmin bitdi. Nə vaxtsa buralar əkilmiş olmalıdır. Ordubad şəhərinin laf yaxınlığında hansısa kolxozun əkin sahəsi ola bilərdi. Nə vaxtsa çay yatağı olub, daşlı qayadır, nə qədər təmizlənsə bu torpağın ümumi təşinə yararlı hava alması üçün azından 50 il lazım. Torpaq yoxdur, elə daşlı qayadır. Göz işlədikcə geniş düzəngahlardır, düz Araza qədər. Qarşıda görünən dağlar Cənubi Azərbaycan dağlarıdır. Araz da onun ətəyindən keçir.
Bəzi çiçəklər də var ki, onları tanımıram. Bu tırıqlarını mı da çiçək açıbdır, yoxsa nədir? Açmayan lalələr də var. Sonuncu dəfə bu lalələr nə vaxt açılıb? Biraz o tərəfdəki lalələr daha sıx görsənir. Yazın əvvəlində, Əylis düzündə hər yerdə çıxıbdı dizə lalələr. Dizə lalələr. Bəlkə də elə Əylis düzüdür adı buranın. İndi yadıma düşdü bir dəfə. 2011-də ya 12-ci ildə burada at yarışdırmışıq. Atları çox aşağı aparmışdıq. Hangi yerlər görsən elektrik xətti. Daşlı qayalı yerlərlə çapışıq. Maşın yolunu dayandırıblar. Yolu keçib aşağı Əylis düzündə də 400-500 metr məsafə qaçıb finişə çatmışıq. Atımız da ikinci yeri qazanıb. Birinci yerə layiq idi, ancaq yolu tanımırdı. Mindiyi adam da nabələd idi, haldım minmişdi. O vaxt kək gətirmişdim. Hər at başına 100 dollar sərmayə qoymuşduq, 10 dənə at yarışdırırdıq. 1000 dollar birinci yer, nə qədər ikinci yer bilmirəm. 300 dollar idi, nə qədər idi aldıq. 2 at yarışa salıb 200 dollar ödəmişdim. 100 dollar da yol pulumuz oldu. Maşın tutub gəlmişdik. Atları Şahindən aldım gətirmişdi. Dedim axı burada lalələr biraz sıxdır. Özü də təravətlidir. Baxırsan adamın başı gizlənir. Dağlandıqca illüziya yaradır bu lalələr. Bura qədər gəl bir lalə dərmə. Azadıq da olsa ətri var. Lalə ətri deyilən bir ətri yoxdur. Buna görə ki, çox da gözəl ətri olmuş. 1, 2, 3, 4, 5, 6-cı yerdəyəm. 1, 2, 3, 4, 5 belə uzanır. 3 metrdən birdir yerlər. Təxmin edirəm 4 metrdə ola bilər. Ağaçlar da 2 metr ara məsafəsi ilə əkilib. Ağaçları tam təyin edə bilmədim. Daha dəqiq bax görək nədir bu. Meyvələri tut oxşuyur. Yarpağı da tut oxşuyur. Qeyd elədim ki, rayona gəldim, hər kəs məni Allah'tı, ancaq alınmağına dəyərmiş. Gecələr görüntüləri çəkdim. Bir həftədən sonra ola bilsin ki, lalələrin hamısı buralarda solsun. Bizim tərəfdə belə çox lalə olmuş. Bitirir kəndin. Kast eləyirəm. Bəlkə böyle olacaq. Baxarıq. Dağda iri lalələr olur. Xaş-xaşdır, nədir ondan. Su da ötürüb, yerlərə ötürüblər ki, ağaçlar içsin. Bir elevator ola. Şunluya buraları daşlı torpaqdan ayrı. Torpaq münbitləşi. Yerlərin arası da düzəngah deyil ki, dərya ağzına ot biçən maşından sərgəli bitəsən. Hər dəqiqə daşlar toxunar mişara. Gərək 5 dəqiqədən bir daş dəyişəsən. Göy canavardan çox uzaqlaşmışam. Bəlkə elə o döyüb apardılar. Harada qaldım?
Ana Akçede Anaqdan bölünür yerlərə. Yalancı tutuq, şuraya qırmadılar deyəsən. Yalancı tut, erkək tutdu. Yolun kənarında çoxlu iydə ağaçları da var. İydələr susuzluğa dözümlü də olsun. Əsmə nədir? Bu da tutdu. Yalancı bəhərdir. Alma almaya bənzər də. Almanın içindən toxum çıxmalı yalancı bəhər. Bu ondan. Belə meyvəsi olsa elə bir tut, 5 ton tut verərdi. Yalancı tutdu. Sudan bir qolla ayrıqlar iydə tərəfə. İydələr çox yaxındır. 1 metr, metr yarımdan bir əşilib yolun kənarında kölgəlik yaradır. Əla. Yolun o bir tərəfində dekorativ yolka ağaçlarıdır. Onlar orada yox idi. Ordubad şəhərində yeni yol çəkiləndə yolun kənarındaydı onları. Çıxadıb evakuasiya eləyib, gətirib yol kənarlarına əkdilər. Ara məsafəsi 10 metr olur onlar. Əksəriyyəti də tutub. Yay dövründə imişdilər. Çoxlu su tələb elədi. Yazda əksən bəlkə də biri də yayılmaz. Çəkdim gözəllikləri, mən çəkməz olaram. Oğlum nə tərsin, tanımadım onu. Ha. Benim o gözəlliyi başında biçilmir. Bunun gözəlliyi ondadır, nə biçilmir. Axı bura Azərbaycandır. Gözəlliyi çox yaşatmaq olmaz. Tez biçməlisən ki, görməsin. Normalde işler, tamam mı? Ha. Tanış məni tanıdı, qonşu Biləv kəndindənmiş. O da tərəftarı deyil ki, otlar bir qarış olmamış, onları biçsinlər. Yaşıllığından ötürü düşük, oksigen versin, gözəllik yaratsın. O dırıldayan ot biçən maşındır. Lalələri ot qarışıq biçirlər. Nəsə biçsinlər, öz işləridir. Gözəllik bizə artar da yetər. Yetər də artar. Qarşıdakı silsilənin arxasında poligon vardı. Biz orta məktəbdə oxuyanda orada strelbəyə gəlmişdik ateş atmağa. Dəqiq xatırlamıram, 10 patron orada neçə idi verirdilər, atırdıq. Mən atanda avtomatın lüləsi ilişdi, şişdi, nədirsə çox atmışdılar, qızmışdı. Nəsə mağabenimiz xatlar verdilər, keçdim o biri səngədə. Gözümü yumub atırdım, nə bilmirəm, vurdum, vurmadım. Bu tərəf idi ya, o tərəf idi. Tam dəqiq deyə bilmirəm, o bir tərəf olmalıydı. Çünki yoldan da biraz uzaq idi. Uzaqda görünən Ordubad şəhəridir. Yüksək zirvələrdən biri, soyuq zirvəsi olmalıdır, başı buluddur. Bəlkə də axırıncı zirvədir, onun arxasında da ola bilər. Belə silsinə yüksələ gedir. Aşırım da Kələki Paraqaçay Antiklinorium adlanır. İxtisasım olduğuna görə elm adı ilə deyirəm. Antiklinorium, Sinklinorium var, Antiklinorium var. Yüksəlir qapılığa qədər, sonra o yüksəkliklər 5-10 kilometr, çox da dəyişmir 5-10 metrindən. Yeni alçala gedir. Yolka rayonuna.